Salam, bu günlərin biz cədvəl üzərində işə baxacağıq. Mən burada əvvəlcədən bir cədvəl yaratmışam. Nə edirik? Table səsindən bu cədvəli necə yaradırıq? Table səsinə gəlirik. Burada cədvəl yaradırıq. İstədiyiniz sətr üstünü qurub yazırıq. Mən burada bir cədvəl düzəltdim. İndi nəyə baxacağıq? Biz bu cədvəl yaradanda burada cədvəl üçün table design, table layout açılır. Biz bu table layout-a daxil oluruq. Biz bugün bu hissəyə baxacağıq. Bu hissənin izahına baxacağıq. Deməli, delete hissəsinə baxırıq. Burada nə var? Delete hissəsində birinci açanda birinci delete cells hissəsinə baxırıq. Delete cells nədir? Cells xanadır. Xana silmək. Delete hissəsinə daxil olanda belə bir pəncərə qarşımıza çıxır. Bu nə deməkdir? Deməli, gəlin baxaq birincisinə. Shift cells left deyir. Yəni, xananı sola doğru silmək deyir. Sola doğru silmək nə deməkdir? Mən burada görürsünüz ki, kursor 6-da dayanıb, düzdürmü? Bu xanada dayanıb. Mən əgər sola doğru silsəm, bu həmin xana silinəcək və digər buradakı həmin sətirdəki xanalar o birilərinin yerinə gələcək. Yəni ki, bu sürüşmə baş verdi. Sola doğru sürüşmə olacaq, silinəcək. Bu xana silindiyi üçün, baxın, indi okey vurdum, görün nə oldu? 6 xanası silindi. Buradakı 7 gəldi. 7 xanası bura gəldi, 8 xanası bura gəldi və bura boş oldu. Çünki sola doğru silinmə oldu. Ctrl Z-lə geri qaytardım. İndi nə edək? Baxın, fərqi yoxdur. Mən məsələn gəlin burada 3-də dayanım. Yenə delete cellsə daxil oldum. Shift cells left deyirəm. Yenə silinəndə həmin bu xana silinəcək. 4 bura gələcək və burada boşluq yaranacaq. OK vurdum. Baxın, həmin buradakı 3 xanası silindi və buradakı xana 4 bura köçürüldü və burada silmə baş verdiyi üçün burada boşluq qaldı. Bunu bildiniz. Ctrl Z edib geri qayıdırıq. Sonra burada nə var? Shift cells up var. Məsələn, mən dayanmışam burada 6 olan hissədə. Deyir ki, shift cells up yuxarıya doğru sil deyəndə həmin bu 6 xana silinəcək. 10 xanası, 10 yazılan xana yuxarı qalxacaq və burada boş bir xana yaranacaq. OK vurdum, baxın. Nə oldu burada? 6 xanası silindi, aşağıdakı 10 xanası yuxarıya qalxdı və burada boşluq yarandı. Bir də baxaq eyni şeyə. Altdadır. Gəldim bura. Shift cells up. Yuxarı doğru sil deyəndə yuxarıya doğru gedir. Yuxarıya köçürülür. Bu 10. Bu silinəcək. Bu 10 xanası yuxarı qalxacaq və burada boşluq yaranacaq. Doğrusu burada biz up eləmədik. Belə. Yenə Ctrl Z elədik, geri qaytardıq. Sonra nə var baxaq. Delete enter row. Bu nə deməkdir? Biz bilirik ki, row sətirdir, kolum sütundur. Mənə deyir ki, sənin dayandığın xanada, bu xana hansı sətirdə dayanıbsa, o sətri sil. Yəni bu burdadırsa, bax göstərdiyim bu sətir silinəcək. Baxın indi. OK vurdum. Baxın gördünüz silindi. Xananın dayandığı, daha doğrusu kursun dayandığı xana hansı sətirdə yerləşirsə, o sətir silinir. Ctrl Z edib geri qaytardım. Başqa burada nə var? Delete enter column. Həmin sütun, bax bu sütun 2, 6, 10 olan sütun silinəcək. Baxın, getdi, silindi. Bu daha rahatdır. Buradan bir şey qalmadı. Keçirik bu hissəyə. Delete columns. Bu da eyni qaydada. Hansı sütundayamsa o sütunu silir. Məsələn, deyək ki, buradayam. Gəlirəm, delete column eləyirəm, həmin sütun silindi. Təzədən Ctrl Z ilə geri qaytardım. Delete rows. Həmin sətir. Məsələn, mən deyək ki, fərqi yoxdur, 5-dəyəm. Deyirəm ki, delete rows. Baxın, bu sətir silinəcək. Baxın, gördünüz, silindi. Ctrl Z elədik. Yenidən gəlirəm bura. Delete table. Table nə? Cədvəl. Ümumilikdə həmin cədvəli silir. Delete table'ını da gördünüz silindi. Ctrl Z geri qaytardı. Bunu bildiniz. Sonra baxın burada nə var? Insert row above. Əslində şəkildə də görünür. Deyir ki, yuxarıya doğru sətir əlavə elə. Məsələn, şəkil düşməsə belə siz bilməlisiniz ki, insert row above. Above yuxarıdır. Yəni yuxarıya sütun, daha doğrusu sətir əlavə et. Baxın, altda dayanıb düzdür. Bunu basanda gördünüz, bir dənə əlavə bura sətir yaratdı. İndi deyək ki, mən
3-dəyəm, buradayam, bu xanadayam. Deyirəm ki, indi baxır buna. Insert row below. Aşağıya sətr əlavə et. Aşağıya below aşağıdır. Şəkildə də görünür, baxın. Basıram. Göz aşağıya doğru bir dənə sətr əlavə elədim. Belə. İndi gəlirəm, burada nə var? Insert column left. Insert column right. Sola doğru sütun əlavə elə, sağa doğru sütun əlavə elə. İndi məsələn mən deyək ki, gəlin burada burada çoxdur. Bunu geri qaytar. Aha, belə birdim. Gəldim bura. Deyirəm ki, insert column left. Sola doğru sütun əlavə elə. Bu sol haradır? Bu tərəf. Deməli, bu xana ilə bu xana arasında bir dənə sətir əlavə eləyək. Daha doğrusu sütun əlavə eləyəcək. Baxın, gördünüz, sütun gəldi, əlavə elədi. Məsələn, dayanmışam burada, kursor buradadır. Deyirəm ki, insert column right. Right, sağa doğru sütun əlavə elə. Baxın, gördünüz, sütun əlavə elədim. Belə. Çox rahat, sadədir. Sonra gəldik bu hissəyə. Mən sizə demişdim ki, merge, split hissələri var. Merge birləşdirir, split ayırır. Nə deməkdir bu? Deməli, görürsünüz, burada deaktivdir. Burada yəni çünki seçilməlidir. Xanalar seçilməlidir ki, o onları birləşdirsin. Məsələn, mən gəlirəm 2 ilə 3-ü. Gəldim, merge cells eləyirəm. Gördünüz, birləşdi. Belə bir, yəni aradakı xətti götürdü, bunları birləşdirdi. Məsələn, burada belə də ola bilər. Məsələn, mən bunları seçərəm, fərqi yoxdur. Gələrəm, merge cells eləyərəm. Baxın, yenə birləşdirdi burada da. Sadəcə bunlar xanaları birləşdirir. Baxın, burada da xananı birləşdirdi. Gördünüz, həmin xətt getdi. Buradakı ortadakı xətt getdi. Ctrl Z-lə geri qaytardım. İndi nəyə baxırıq? Split nədir? Split kəsmək deməkdir. Baxın, məsələn, mən burada dayanmışam. Bu xananı bölmək istəyirəm. Buna aid testlər də var, işləmişdik. Split cells girirəm və burada soruşur, həmin xananı neçə sütuna ayırım və neçə sətrə ayırım. Mən deyirəm ki, məsələn, mənim üçün bunu 3 sütuna ayır və 2 sətrə ayır deyirəm. Nə olacaq? 3 dənə sütun yaranacaq, 2 dənə də sətr əmələ gələcək. OK vurdum, baxın. Nə oldu? 3 sütun, 2 sətr oldu. Bu formada yazılır. Fərqi yoxdur. Məsələn, bura gəlim. Bir dənə də yoxlayaq. Split eləyək. Bir dəqiqə. Başqa bir şey elədim burada. Split cells. Gəldim bura. Dedim ki, məsələn, buradan da artıra bilərik. 5 olsun. Burada da deyək, məsələn, 3 olsun. OK vurdum, baxın. 1, 2, 3, 4, 5 sütun. 1, 2, 3, 3 sətr oldu. Belə. Daha sonra burada da bayaqlarım gördük. Split table. Split table odur ki, cədvəli ayırmaq, kəsmək. 2 cədvəl yaratmaq. Məsələn, mən 8-ə dayanmışam burada. Split table eləyəndə bu həmin bu hissə aşağı düşəcək. Buradan kəsiləcək. Baxın, indi görün nə olacaq. Split table eləyirəm. Baxın, kəsildi. İstədiyiniz yerdən tutub bir cədvələ 2 cədvəl formatında edə bilərsiniz. Bu belə. Buradan nə qaldı bizdə? Daha sonra nə izah eləyəcəkdim? Sonra nə edirik? Bunu silək. Mən deməli buradan göstərim sizə. Baxın, burada convert text to table var. Bu nə deməkdir? Yazdığın mətni cədvələ çevirmək. Məsələn, mən burada yazıram müəyyən yazılar. Məsələn, yazaq ki, birinci burada Azərbaycan şriftinə keçim. Yazıram ki, Bakı, Gəncə, məsəl üçün nə yazaq? Yevlax, sonra Quba,
Qəbələ, lirik, astara, lənkəran, məsələn, olsun bir də olsun Oğuz. Oğuz. Belə bir yazı yazmışam. Mən bunu çevirmək istəyirəm cədvələ. Bunun üçün e, biz belə deyək də, bunlar arasında müəyyən işarələr olmalıdır ki, onu bir xana kimi götürsün. Fərqi yoxdur. Burada ulduz, sual, vergül, nöqtə fərqi yoxdur. İstənilən qədər qoya, yəni istədiyiniz işarəni qoya bilərsiniz. Məsələn, mən vergül qoyacağam. Vergül qoyacağam burada. Yəni fərqi yoxdur. Ulduz da qoya bilərsiniz. Heç bir fərqi yoxdur. Vergül qoyuram ki, burada anlaşılsın ki, mən bunları ayrı-ayrı xanalara yerləşdirmək istəyirəm. Baxın, belə bir şey yazdım. Yəni bu nə deməkdir? Yəni bu deməkdir ki, Bakı ayrı bir xanada, Gəncə ayrı, Yevlax ayrı, Quba, Qəbələ, Lerik hamısı ayrı-ayrı xanalarda olacaq. Deməli, mən bunu seçirəm. Gəlirəm bura, insert hissəsində table-a. Convert text to table. Və burada məndən soruşur. Aha, onsuz da mən 3 sütun, 3 sətr istəyirəm. Okay, others. Yəni burada əgər nə qoymusansa işarə, məsələn, ulduz qoymusansa ulduz yazırsan, nöqtə qoymusansa nöqtə qoyursan. İndi məndə vergül deyil, vergül. Okay elədim. Baxın, mənim yazım cədvələ çevrildi. Testlərdə necə suallar düşür? Məsələn, indi Ctrl Z-lə geri qaytaraq belə eləyə bilirlər ki, məsələn, Bakı ilə Gəncə arasındakı bu işarəni silirlər belə bu formada. Deyir ki, sualda belə verilib. Burada aşağıdakı variantlardan hansı cədvəl formatı düzdür? Sən də fikirləşməlisən ki, baxırsan ki, Bakı ilə Gəncə arasında heç bir işarə yoxdur. Deməli, Bakı Gəncə bir xanada yazılacaq. Sonra Yevlax, Yevlax ikinci xanada, demək üçüncü xanam yoxdur. Quba ayrıdır, Qəbələ ayrı, Lerik ayrı. Çünki aralarında vergüllər var. Astara ayrı, Lənkəran, Oğuz ayrı. Deməli, burada 3 sütun var. 3 sətir var. Amma Bakı və Gəncə bir xanada olduğu üçün bu birinci xanada olacaq. Bu ikinci də buradakı sütunun xanası, üçüncü xanası boş qalacaq. Baxın indi. Insert-ə daxil oldum. Convert to text table elədim. OK vurdum. Baxın belə olur. Nə oldu? Bakı Gəncə bir oldu. Yevlax ayrı, burada boş qaldı. Çünki Bakı və Gəncə arasında heç bir işarə qoymamışdım. Yəni o da elə başa düşür ki, Bakı Gəncə mən eyni xanada yazmaq istəyirəm. O məntiqlə belə yazılır. Bu suallara aid testlər çoxdur, yəni demək olar ki, düşür. Ona görə bunları bilmək vacibdir. Əslində asandır. Yəni bunu yazmasan, yəni ki, məntiqlə bilsən necədir, niyə bunlar yan-yana gəldi. Onu bilsən rahatlıqla testi yazmaq mümkündür. Burada biz bunu təzədən yenidən həmin cədvəli mətnə də çevirə bilirik. Bu da eyni qaydada necə yazmışdınızsa o formada geri qayıdır. Yenə Bakı Gəncə, sonra vergül Yevlax və eyni formada yazdığımız formatında geri qayıdır. Belə. İndi gəlin nəyə baxaq sizlə? Burada belə deyim. Bizim klaviaturamızda delete hissəsi və backspace hissəsi var. Delete nə edir, backspace nə edir? Məsələn, mən bu Yevlaxda dayanmışam. Daha doğrusu gəlin seçək ümumi bu sətri. Mən bu sətri seçdim. Delete vursam, ancaq burada yazılar silinəcək. Xana deyil, heç nə olmayacaq xanaya. Baxın, delete vurdum. Gördünüz, ancaq yazılar silindi. Ctrl Z-ə geri qaytardım. Təzədən burada yenə delete vursam, baxın, yazılar silindi. Amma mən bu seçilmiş halda backspace vursam, mənə yenə bu pəncərə açılır. Məndən soruşur ki, yenə sola doğru mu silim, sağa doğru mu silim, daha doğrusu yuxarı doğru mu silim,
və yaxud həmin dayanda seçdiyin sətrimi seçim, silim, sütunumu silim. Bunlar sorulur. Yəni delete ilə backspace nə fərqi oldu? Delete sadəcə xanaların içindəki yazıları silir. Backspace isə həmin xanaların ümumiyyətlə silir və hansı formatda olduğunu soruşmaq üçün müəyyən bir pəncərə açılır, orada soruşur. Belə. Ondan sonra nə deyəcəkdim? Deməli, bizim klaviaturda tab düyməmiz var. Tab nə edir? Baxın, mən burada dayanmışam. Tabı basanda, baxın, xanadan xanaya keçir. Ardıcıl olaraq. Baxın, keçir. Gəldi bura. Mən bir dənə də tab vursam nə olacaq sizcə? Yeni bir sətir əmələ gətirdi və yenə gördünüz, gəldi axırıncı. İndi burada dayanıb, düzdür, kursor. Bir dənə basanda digərinə keçmiş olur. Baxın, keçdi. Bu formada yaranır. Bəs enter nə edir? Enter, əgər baxın, kursor buradadır da, burada dayanmışam. Birinci xananın və kənarda. Enterə basanda yeni sətir əmələ gətirir. Yeni sətir əmələ gətirdi. Amma enter, məsələn, içəridə dayanıb, daha doğrusu bu kursor içəridə dayanıb, mən bura enter vursam, bu sadəcə xananı böyüdür. Deməli, çölündə olanda sətir əmələ gətirdi, amma içəridə enter vuranda həmin xananı böyüdür. Ctrl Z ilə də geri qayıdırıq. Dərsimiz bu qədər.